İyunun 15-də Milli Qurtuluş günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində yeni dünya nizamı, geosiyasi aspektlər və qlobal çağırışlar mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin tədbirdə iştirak edən dost ölkələri müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Azərbaycan Respublikasının prezidenti administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Milli Qurtuluş günü Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən biridir. Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı video çarx nümayiş olunub. Daha sonra beynəlxalq konfrans sessiyalarla öz işini davam etdirib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budağov konfrans iştirakçılarını ölkəmizdə Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz həmrəyliyi, Azərbaycan ordusunun qüdrəti sayəsində 30 illik işğaldan azad edilmiş Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Dəvəti qəbul edərək tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb. YAP sədrinin müavini 2021-ci ilin məhz 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin imzalandığını, bugün həmin əlamətdar hadisənin 4-cü il dönümünün də qeyd edildiyini vurğulayıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efqan Ala çıxışında Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını qeyd edib. O, 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa bəyannaməsini iki qardaş ölkənin münasibətlərində tarixi bir mərhələ adlandırıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zafer Sırakayanın moderatorluğu ilə milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik, yeni çağın siyasi paradigmaları mövzusunda keçirilən panel sessiyasında çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi konfrans son dərəcə əlamətdar bir gündə və məkanda keçirilir. Onun sözlərinə görə xalqımız ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Milli Qurtuluş gününün növbəti il dönümünü böyük hörmət və ehtiramla qeyd edir. Daha sonra Türkmənistan Demokratik Partiyasının sədri Ata Sərdarov, Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasının sədri, baş nazir Ünal Üstel, Qazaxıstan Amanat Partiyasının icra katibi Davlet Kəribek, Sahibkarlar və İş Adamları Hərəkatı, Özbəkistan Liberal Demokratik Partiyasının Siyasi Şurası, İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı Üzlidep fraksiyasının sədri, Aktam Xayitov, Serbiya Tərəqqi Partiyasının sədrliyinin üzvü, Serbiya Respublikasının Avropa İnteqrasiyası naziri Nemanja Staroviç, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Tacikistan Xalq Demokratik Partiyası sədrinin birinci müavini Malikşo Nematzauda, Belarusun Belaya Rus Partiyası sədrinin müavini Andrey Bugrov, Ukraynanın Xalqın Xidmətçisi Siyasi Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, Ukrayna Ali Radasının üzvü Vadim Halayçuk, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru Ədalət Muradov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei, Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı Parlament fraksiyası sədrinin müavini Ceyhan İbrahimov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili,
çıxış ediblər. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Beynəlxalq konfransın iştirakçıları Şuşa və Xankəndinin tarixi məkanları, aparılan tikinti və bərpa quruculuq işləri ilə tanış olublar.